Mənə niyə trip atır bu? Nə oldu birdən-birə? Nə məsələdir görəsən? Axtar Nihat bəy. Görək tapa biləcəksən günahımı. Heç bir səhvim yoxdur. 100% əminəm. Necə də özündən əmin dur bəy qabağımda. Sənin səhvin var. Sağa sola ona buna baxıb eləməmişəm. Sevirsən dedi, sevirəm dedim. Çoxmu sevirsən dedi? Hə, çox sevirəm dedim. Başqa nə etməliydim görəsən? 100% indi sadə bir şey düşünür, amma sadə deyil. Mənim deyil, onun seçdiyi məkana getdik. Sırf onun maraqlandığı şeylərdən danışdıq. Deməli daha başqa bir şey dilədisə. 10 saatdır bir şey tapa bilmədi. Artıq mənim yadımdan çıxacaq ki, mən nəyə trip atırdım. Ən yaxşısı biraz da səssiz qalım. Yadından çıxacaq. Sonra 2 dənə qəşəng söz deyərəm. Bir dənə də istədiyi bir şeyə hədiyyə alıb verərəm. Всё, əla. Sakitləşdim daha. Nəyə əsəbləşdiyimi deyəndən sonra nə mənası var axı? Deyəsən ortada trip zad yox deyə mən beynimdə qururam. Bircə dəfə də sən tap da. Sıxıldım gözləməkdən. Nəysə mən deyirəm. Ayda, bir dəqiqə, mən trip atırdım. Necə oldu bu söhbət fırlandı? Bax belə trip atsan, tripi özün yeyərsən. Hay səni. Bunu necə də bacarır? Axır ki tapdım da, tapdım.